Hörmətli izləyicilər, nəhayət ki, gənə gəldi. Şəxsi tikili, Mərdəkanda. 6 sotun içində. Hamınız deyirsiniz, şəxsi tikili ev istəyirəm. Şəxsi tikili ev istəyirəm. Bu da gəldi. Bu da sizə şəxsi tikili ev. Gəl, gözləyirəm, gəl. Gəl görüm də. Deməli, biz evin arxasında yox. Hovuzu var. Hovuzumuz var, yaşıllığı var. İllər öncə tikilib, təmir olunub, təmirdən sonra yaşayan olmayıb. Evin arxasında bax fikir verirsiniz havalandırması. Neçə idi bunun qiyməti? Start. 250 mindir. Kupça çıxarışdı. İndi qalxaq. Göstərim sizə evin içini. Bax, evin arxasındaydı. Bu evin qabaq hissəsidir. Qapısıdır. Qabaq hissədə də belə boş sahə. Qazı, su işığı, hər şey var. Bir dənə fasadını çək görsət. Bax, belədir. Ev əslində bura dolubdur həyət. Həyəti dolub. Buna görə ola bilər sizə biraz belə şey görsənər. Alçaq. Yəni olan budur da qardaşlar. 250 min oldu ha? 250 min. Şəxsi tikili, şəxsi tikili istəyir. Şəxsi tikili. Bu da sənin şəxsi tikili. Buradan da evin arxasına keçməyə yer var. Neyniyək? Bax, çardağı da var, kırşalıdır. Yəni deyirsiniz ki, kvadrat ev istəmirik, kvadrat ev istəmirik. Operator da deyir, satılacaq bu ev. Şəxsi tikilidir. Şəxsi tikilidir. Əqqabı dəyişmək üçün burada. Gəl. Kim alsa Allah xeyir versin, qardaş. Mətbəxi. Mətbəx mebeli də var. Bu belə güzgüsüdür, şifaner yoxdur ama burada. Güzgü var. Sonra, gəl bura görək. Hamam tuvaleti. 250 minə, qardaş. Yaxşıdır, buna bax, duşavoy da burada. Duşavoy da var. Qəşəng. Kombisi buradadır, bax. Burada bir otaqdır. Bəli. Mətbəxinə baxdıq. Otaqlara baxaq. Qonaq otağı və 2 dənə də yataq otağı. 3 otaqlıdır. Genişdir ya. Qonaq otağı, yataq otağına bir dənə bax. Deməli, 3-ün 3 yarımı 6-ya. 18 kvadrat buradır. 18. Burada 3-ün 5-ə, 15 kvadratdır bura. Qonaq otağımızın da ölçüsü 3 yarımı 6-ya. 3 yarımın 6-ya. Mətbəximiz də ki, qardaş, 4-ün 3 yarıma. Tavan hündürlüyü nə qədər olar? 3 metrdir tavanıdır. Mən elə yer biraz 3 metrdən hündürdür. Cütdaşdır. Şəxsi tikilidir. Torpaq da evdə sənəd. Torpaq da evdə. Həm evin, həm torpağın sənədi var. İpotekaya yararlıdır. 250 min aşağı yeri, aşağı yeri dəqiqləyəməyəcəm. Nə qədər endirim olacaq yerində. Bugünə bu qədər sağ olun, minnətlər.